Yeni vlogdan hamını salamlayıram. Hər birinizə xoş günlər arzulayıram. İstədim bu vloguma kargolarımı açaraq başlayım. Mənim özümə kargo videoları da maraqlı gəlir həmişə. Əsasən də diqqətimi çəkən sifarişlər olursa, bu məni daha da sövq eləyir ki, mən həmin kargo videosunu sona qədər izləyim. Ona görə də istədim sizinlə də kargolarımı bölüşüm. İlk olaraq corablarla başlayıram. Mənim corablarım 8 cüt idi. 8 cütünə bəlkə də inanmayasınız, ancaq mən 3 manat pul ödəmişdim. Bu isə çoxdan da almaq istədiyim ağ palazzo şalvardır. Həbnis firmasınındır. Mən çox bəyəndim. Əslində biraz risk eləmirdim ölçüsünə görə, ancaq tam-tamına öz ölçümü sifariş vermişəm və keyfiyyətindən tutmuş hər bir şeyini çox bəyəndim. Sadəcə biraz uzun qaldı, o da problem deyil, kəstirməyi düşünürəm. Və əlbəttə ki, bir ana olaraq oğlumu da unutmuram. Onun üstündə yazlıq geyim sifariş vermişdim. Mən çox bəyəndim keyfiyyətini. Həm qızınıza, həm oğlunuza geyindirə bilərsiniz. Sonra isə belə bir ayaqqabı almışam. Əslində bunu gümüş rəngini almağı düşünürdüm, ancaq stokda bitdiyi üçün qızıl rəng tonunu aldım. Sonra düşündüm ki, yəni fərqi yoxdur. Gümüş rəngində yenidən ala bilərəm. Mən ümumiyyətlə saç spreyi istifadə etməyi çox sevirəm və çalışıram ki, hər dəfə fərqli firmaları yoxlayım. Bu dəfə yoxladığımı da çox bəyəndim. Qalacılığı mənə qane etdi. Bu don isə çoxdan səbətimdə idi. Nəhayət ki aldım. Sadəcə xəstə olduğum üçün əynimdə geyinib göstərə bilmədim, amma sizin üçün bura şəklini yerləşdirirəm. Bəlkə də almaq istəyəniniz olar. Növbəti kargolarımın hamısı Temudandır. Belə bir qapaqlıq sifariş vermişəm saxlama qabları üçün. Hamısına bir yerdə səhv eləmirəmsə 3 manat pul ödəmişdim. Və fərqli yağdanlıq axtarırdım uzun zamandır ki, ancaq tam olaraq zövqümdə formalaşmamışdı ki, nə istəyirəm. Baxırdım, bəyənirdim, ancaq heç birini almağı düşünmürdüm. Sonunda belə bir şey Trendyolda tapdım. Sonra düşündüm ki, bəlkə Temuda var, axtarışa verdim və daha münasib qiymətə aldım. Sonra keçirik tonqalımızı qalamağa. Biz şəxsiyyətdə yaşasaq da tonqalı həmişə bu formada eləyirik. Bu dəfə də uşaqlı olduğumuz üçün riskə gedib daha böyük tonqal qalamadım. Və mən fürsətdən istifadə edib üzərlik də yandırdım. Bilirsiniz də bizlərin olmazsa olmazıdır. İnşallah ki bu Novruz bayramı ən əsası bizlər üçün ən böyük zənginlik olan can sağlığı, uzun ömür gətirər bizə və sevdiklərimizə. Şanlı bayramını təbrik edirəm. Daha gözəl illərə çıxmamızı arzulayıram. Və yeni bir gündən hamını salamlayıram. Səhərimi yemək yeyib qablar yumaqla başlayıram. Sizi bilirəm, ancaq mən qab yumaq, iş görmək vloglarını çox sevirəm. Əsasən də həmin vloglar tez-tezə verilirsə ekstra bir sevirəm. İzləmək məni rahatladır, həm də iş görməyə sövq eləyir. Bilmirəm fikir verirsiniz ya yox, ancaq əvvəlki qədər bayramlarımız daha şən keçmir. Bunu əslində insanların maddi vəziyyəti ilə əlaqələndirirəm. Ancaq bir tərəfdən də üzülürəm ki, bu bizim ulu babalarımızdan gələn bir adət-ənənələrimizdir. Heyf olur ki, artıq hər kəs qeyd eləmir və yaxud qeyd olunsa da artıq elə də o istənliyi ilə qeyd olunmur. Bu arada səsimə görə üzrlü sayın. Mən yenidən qrip olmuşam. Artıq bu 5-ci xəstəliyimdir və inanın necə mübarizə aparacağımı da bilmirəm. Əlbəttə bunu sizə yansıtmaq istəməzdim, ancaq siz də hər halda səsimdən hiss eləyəsiniz. Bilmirəm bu hal sizdə də olur, tez-tez xəstələnmək yoxsa yox, ancaq mən 2 ay ərzində 5-ci dəfədir ki, qrip olub xəstələnirəm və hər birində üzərinizə sağlıq, ağır keçirəm. Sistem qoşdursam da düzəlirəm və yenidən təkrar xəstələnirəm. Bilmirəm nə ilə əlaqəlidir bu immunitetin bu qədər düşməyi. Bu arada evdə hər zaman bütün işləri mən görmürəm. Anam və bacım da mənə kömək edirlər.
Uşaqlı olduğum üçün mən daha çox oğlumla maraqlanıram. Çünki onun yerimə və daha təhlükəli anları olduğu üçün onu bir dəqiqə olsun belə boş buraxmaq olmur. Hər daim yanında gəzirəm. Çünki qorxuram ki, başqa əlini harasa vurar və yaxud başqa nə isə olar. Bu arada mən hər zaman, yəni əsasən də səhərlər gündə bir dəfə də olsa, rakvinanın içini belə təmizləyirəm tozla. Toz və qab pastası ilə. İnanın, başqa bir şeyə, yəni başqa bir məhsula ehtiyac qalmır. Həm parıldayır, həm də nə qədər ləkə vardısa, hər biri çox mükəmməl təmizlənir. İndi irəliləyən dəqiqələrdə görəsiniz necə mükəmməl təmizləyir. Yəni fərqi yoxdur toz hansı firmadır. Yəni, bu cür istifadə edirəm. Sadəcə sonda rakvinanın içini yaxşı-yaxşı yuyuram ki, tozlar qalmasın. Bir də bilirsiniz, biz şəxsi həyatda yaşayırıq. Səsləndirməni həyatdan elədiyim üçün arxa fonda uşaqların səsi də gəlir. Ümid edirəm ki, bu sizi heç cür narahat eləməz. Gün ərzində ilk işlərimdən biri də termosu doldurmaq olur. Çünki oğlum dağ su yaxud tez-tez çay istəyi üçün mənə lazım olur və biz kettledan istifadə eləmirik. Normal çaydan istifadə edirik. Ona görə də mənə əl vermir hər dəfə çayın qaynamağını gözləmək. Ona görə də bu üsulla əl atıram və mənim işimə yarayır. Bu arada bu termosu 7 manata uzun illər öncə İrandan almışdıq. Amma mən keyfiyyətini o qədər bəyənirəm ki, yəni axşamlar doldurursan, hətta sabah səhərə qədər necə var, elə də qaynar saxlayır.
Təəssüflər olsun ki, Naxçıvanda əsasən də körpə uşaqlar üçün gəzməli yerlər azdır, ancaq yerinə nə etmək olar deyib oğlumu da götürüb əyləncə adasına yollanırıq. İstədim biraz orada əylənsin, vaxt keçirsin, həm də bizim özümüzlə zaman keçirək. Oğlum atraksiyonlara minəndən sonra yollanırıq Madoya, oturub yemək yeyirik və sonrasında evə gəlirik ki, sabah təkrardan çölə çıxmağı planlayırıq. Bu gün isə bacımın ad günüdür. Biraz fərqli olsun deyə Ordubada yollanırıq. Ancaq biz əslən şəhərliyik. Sadəcə ən çox gəzdiyimiz rayonlardan biri də Ordubaddır. Hər zaman əlhəssəsə yay aylarında biz tez-tez gedirik. Burada isə İranı sizə göstərmək istədim. Gecələr işıqları ayrı bir gözəl yanır. Həqiqətən də çox gözəl görünür. Sadəcə gecə idi deyə çəkdim, ancaq videoda yaxşı alınmamış deyə paylaşmadım. Yeməyimizi də yeyirik, sonra evə yollanırıq. Çünki sabah üçün də çölə çıxmağı planlayırıq. Birincisi də bayram bizim üçün evdə oturmamaq, ancaq gəzmək deməkdir. Bu isə Ordubadın özünə məxsus pidesi idi. Yeməklərin yanında gətirdilər. Dad olaraq çox bəyəndim. Və mən ümumiyyətlə cəvizli məkə salatını da çox bəyənirəm. Ümumiyyətlə salatlarda cəvizi çox sevirəm. Sadəcə evdə hər kəs yemir deyə çox vaxt demək olar ki, ümumiyyətlə istifadə eləmirik. Bir də bilmirəm, türklərdə də elə olur yoxsa yox, ancaq Adana kabablarımız həqiqətən də çox dadlı olur. Bu da yediyim ən dadlı Adana kababı idi. Dad olaraq çox bəyəndim. Göz haqqınızı halal eləyin. Bilirsiniz də bura gəlib Ordubad limonu ilə çay içmədən getmək olmazdı. Ona görə də çayıma bu gözəl ətirli limonu salıram. Naxçıvanlıyam deyə yox, ancaq mənə elə gəlir ki, bizim hər bir şeyimiz çox dadlı olur. Bunu yerbazlıq olaraq qəbul etməyin. Mən Azərbaycanın bütün bölgələrini sevirəm, bəyənirəm. Hər birinin özünə məxsus meyvəsi, tərəvəzi, göyərtiləri olur. Ancaq sözün düzü, Naxçıvandakı hər bir şey xüsusilə dadlıdır. İnşallah burada olmayanlarınız qismət olar bir gün bura gəlib bizim bütün naz nemətlərimizdən yeyərsiniz və görərsiniz, təsdiqlərsiniz ki, həqiqətən də hər biri çox dadlıdır. İstər göyərtilərimiz, istər sucuqlarımız, bəlkə də sucuq deyəndə bilmirsiniz nəyi nəzərdə tuturam, ancaq sucuq Naxçıvan əsasən də Ordubad bölgəsinə aid bir məhsuldur, şirniyyat növüdür. İnşallah alaram və yaxud özüm çalışaram evdə eləyim, Ordubadlar qədər olmasa da onu da sizinlə bölüşərəm. Bura qədər gəldiyiniz üçün çox sağ olun. Bəyənib yorum yazıb abunə olsanız sevinərəm.
Bu həm mənim üçün böyük bir motivasiya olar, həm də düşünürəm ki, əziyyətim yerdə qalmış olmaz. Öncədən hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşənə qədər.